Salam dostlar, bugün sizlə GTA San Andreas'ə necə maşın modu yüklənir onu göstərəcəm. Bunun üçün gərək sizdə Zativer və GTA Image Tool proqramı olsun. Birinci Zativerə giririk. Burada Download. Mən burada yükləmişəm. Bunu açıqlama qismində linkini qoyacağam. 06 görüntülə deyirik. Burada çıxart deyirik və bunu basırıq. Sizin deyə maşının adı olduğu üçün mən bunu adını dəyişəcəm. İndi isə burada işimiz qutardı. GTA Image Tool'a giririk. Open Image. Burada Android Data Rockstar Games Files. Bunu seçirik və ikinci yeri giririk. Qaydırıq təzədən əvvəlki səhifəyə. Buradan Download və bayaqları olan maşın linki select. Bunu da basırıq ki, yaddaşda qalsın yəni. İndi oyunumuza girək. Maşınımız geldi. Yani bu link benim değil. Maşının linki ama paylaşacağım. Dostlar bu kadar. Eğer videomu beğendinizsə kanalımıza abone olup like etmeyi unutmayın. Sağ olun.